Siz qeyri-müsəlmanlarla işləyəndə sırf onları narahat etməyəsiniz deyə, sırf onlarla bir probleminiz olmasın deyə zöhr namazını qaçırırsınız. Əsr namazını qılmırsınız. Siz cümə günü məscidə getmirsiniz. Çünki siz onlarla ünsiyyətinizin pozulmasını istəmirsiniz. Və bəli, onlar da deyirlər bu Muhammed nə yaxşı oğlandı, ilıq müsəlmandır. İstəyərdik ki, bütün müsəlmanlar belə olsunlar. Yoxsa o nədir? Onlara bax, saqqal uzadırlar, balaq qısaldırlar. Cümə günü işi tərgiyib məscidə gedirlər. Ya da namaz vaxtı iş yerində namaz qılırlar. Onlar nəsə ekstremist şeylərdilər. Amma bizim Muhammed elə deyil. Muhammed yaxşı oğlandı. İlıq müsəlmandır. Təsəvvür edin ki, günün birində Muhammed ayılır. Hər kəs namaz vaxtı yeməyə gedir. Muhammed isə deyir, yox, təşəkkür edirəm. Siz gedin, mən qalxıb namazımı qılacam. Onlar isə bunu eşidib deyirlər, nə? Nə olub sənə Muhammed? Cümə günü isə saat 11-də işi tərgiyib Muhammed məscidə gedir. Ona deyirlər, hara belə? O isə deyir, mən məscidə gedirəm. Allah buyurub, cümə günü namaza çağırıldığınız zaman Allahı yad etməyə tələsin. Ona görə də mən məscidə gedirəm. Əgər buna görə məni işdən qovmaq istəyirsinizsə qovun. Yox, əgər istəmirsinizsə də işdən sonra gecə işləyə bilərəm. Olmadı 6 bazar gəlib işləyə bilərəm. İstənilən vaxt gəlib işləyə bilərəm. Amma cümə günləri Allaha məxsusdur. Mən gedirəm, xudafiz. Onlar da deyəcəklər, nə olub kişi bizim Muhammedə? 1-2 ay sonra da Muhammedin saqqalı uzanır. İndi Muhammeddə artıq saqqal da var. Onlar deyirlər, nə olub sənə ey Muhammed? Sən lap Usama bin Ladenə oxşuyursan. Sən lap o televizordakı Əl-Qaidəli qaqaşlara oxşuyursan. Nə olub axı sənə? Ekstremist olmusan? Muhammed isə cavab verir ki, xeyr, mən ekstremist zad olmamışam. Saydığınız o qrup və təşkilatlardan da uzağam. Bu saqqal Allah Rəsulunun sünnəsidir. Əgər bu sizə xoş deyilsə, bu mənim heç vecimə də deyil. Bəlkə Muhammed belə olsa ona daha çox hörmət edəcəklər. Amma hələ ki Muhammed bunu etmir, o bunu bilməyəcək. Muhammed düşünür ki, onların suyuna getsə onu daha çox sevəcəklər. Özünüzü aldatmayın, sevməyəcəklər sizi. Heç vaxt razı düşməyəcəklər sizdən. Muhammed, Əhməd, fərqi yoxdur. Nə qədər ki siz İslamı tərk etməyəcəksiniz, sizdən razı düşməyəcəklər. Lap İslamı tərk etsəniz belə sizdən razı düşməyəcəklər. Deyəcəklər ki, hə, bilirəm, sən dinini tərk etmisən. Amma nə olsun, sən yenə də onlardan birisən. Yəni, əvvəl-axır siz yenə də heç kəsi razı sala bilməyəcəksiniz. Ona görə də biz hər zaman Allahı razı salmağa, Allahın hörmətini qazanmağa çalışmalıyıq.